Salam, mənim kanalımın gözəl xanımları. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Əziz xanımlar, mən pendir götürmüşdüm 1 kilo. Əslində qalsa, mən o qədər çox götürmürəm. 300 qram, 400 qram belə götürürəm. Yəni tez-tez alaq da. Yəni bu səfər 1 kilo götürdüm, gördüm xoşuma gəlir. 1 kilo götürdüm. Dedim gətirim duzlu suya qoyum çünki xarab olacaq. Hər dəqiqə pendir yeyilmir də. Yəni bizdə ən çox mən xoşlayıram pendiri. Qalanı məsələn yoldaşımdır, oğlumdur, qaynatamdır. Onlar nə bilim başqa atışdırmalıqlar sevirlər, amma mənim üçün ən çox pendirdir. Holland pendiridir, adi duzlu pendirdir. Yəni çox sevirəm. Onun üçün də gedim xarab olmasın, heyfdir. Gətirim qoyum duzlu suya. Yəni yəqin ki, xanımlarımızın çoxsu bilər, duzlu suya qoyanda bir müddət saxlamaq olur rahatçılıqla. Soyuq sudur, duzdur, qarışdırırıq və pendirləri yığırıq ki, xarab olmasın. Sonra qızlar 1 aylıq file və bud dibi almışdım. İstədim sizlərlə də həm çəkim göstərim, həm də işimi rahatçılıqla görüm. Çünki 1 aylıq alanda əlimdən çox tutur. Daha hazır belə qoyuram. Mənim üçün rahat olur. Əlimin altında götürürəm, buzluqdan istifadə eləyirəm. Videom uzundur, bəlkə də yorulacaqsınız. 6 dəqiqə 5 saniyədir. Dedim biraz uzun olsun, biraz da sizlərlə söhbət edeyim. Əziz xanımlar, necədir, necə gedir vəziyyət? İnan ki, mən yəni bu günləri çox yoruldum da. İstədim həyətdə çəkiliş eləyim, biraz işıqlı düşsün də. İnşallah çalışdığım qədər həyətdə çəkilişlər edəcəm. Yəni sizin xoşunuza gəlsə mənə yazarsınız rəydə. Yəni çalışdığım qədər istəyirəm videolarımda daha effektli, gözəl alınsın. Qızlar, indi mən fileni xırda-xırda doğrayıram, çünki kartof qızardıram, yanında qızardıram fileni, sonra dönər eləyirəm tez-tez, çünki çalışdığım qədər çöldən dönər almıram ki, zərərli olmasın. Və xırda-xırda doğrayandan sonra inşallah yaxşıca yuyacam. Baxın, burada da göstərirəm. Amma qızlar, bunu doğrayanda biraz əziyyət çəkdiyim buddur. Bud dibidir, qabırğanın biraz böyrüdür. Yəni həqiqətən də təmizləmə, 1 aylıq iş görmək çox çətindir. Düzdür, adamın əlindən çox götürür, hər dəqiqə ət doğramaq çətin olur da. Amma belə də çətindir, onu deyim ki sizə. Yəni doğramaq, nə bilim yumaq, paketləmək, yəni inan ki, çox çətindir. Həm də bıçağımda biraz kütləşib. Ona görə lap belə əziyyət çəkdim. Videoda əslində qalsa biraz qısaldılmış formasıdır, yəni amma bir xeyli vaxt getdi həqiqətən də. Əziz xanımlar, əvvəllər məsələn mən video çəkəndən sonra səs yazanda çox utanırdım, çox həyəcanlanırdım da. İnan ki, sizlərdən o gözəl, xoş rəylər gördükcə o qədər belə motivasiya oluram ki, yəni çox sevinirəm də. Ona görə də deyirəm, düzdür, videolarım o qədər çox baxılmır, izlənmir o qədər. Yəni amma yenə də məni daimi izləyən xanımlar var ki, onlar üçün çəkirəm videomu. İnşallah ki, bu videomda sevilər. Çünki daimi izləyicilərim necə deyim, xahiş edir məndən, yəni istəyir, mən özüm də yəni sevə-sevə də çəkmək istəyirəm. Çünki baxıram məsələn necə deyim sizə, videolarım istədiyim kimi yəni baxışı olmur. Abunəm sayım çoxalır, amma yəni necə deyim, abunə olub çıxırlar da, baxışı çox azdır. İnşallah ki, get-gedə videolarım sevilər, baxırlar, abunə sayım çoxalır, daimi abunə sayım daha çox olsa da yaxşıdır. Yəni o zaman olduğu zaman necə deyim sizə, baxışı çox olur, videom çox sevilir, məsələn, hər kəsin önünə çıxır, kəşfiyyata düşür. Yəni çox istərdim ki, kəşfiyyata düşsün, uzun videolarım düşmür. Qısa videolarım düşür, amma uzun videolarım düşmür. Uzağı 300-400 baxış olur, olmur o da. Qızlar, burada da gördüyünüz kimi paketləmə işləmi iş edirəm. Paketləmə işini çox sevirəm, həqiqətən də adam belə bil ki, rahatlayır. Amma gəl ki, o ət doğramağı ya da heç sevmirəm də, yəni nəsə bilmirəm, çox əziyyət çəkirəm ət doğrayanda. Yəni heç sevmədiyim bir işdir. Hələlik qızlar, mən artıq sizlərlə sağollaşıram. Özünüzə yaxşı baxın. İnşallah gələn videolarda görüşmək üzrə. Əgər videomu, kanalımı bəyənsəniz, abunə olub, like etməyi unutmayın. Hələlik.